Mən geç daxil olmuşam. Həmişə 11 nəfər oluruq da, yenə 11 nəfər idi. Ola bilər. Ola bilər nəsə fərqlidir. Vəssalam, şəkli görürük. Gəlin sözü verək Şəms müəlliməyə. Əgər sağalıbsa, kesin və deyəsən xəstə olan Şəms müəllimə idi. Buyurun Şəms müəllimə. Deməli, xəritəni görürük. Bu gün də bizdə ilk hissədə bəhs olunan məsələ məhz bu olmalıdır. İstədim xəritəyə əsasən baxaq ki, bizim üçün daha da aydın olsun. Komendant idarə sonundayıq. Şəms müəllimə, əgər eşidirsiniz məni. Bəli. Komendant idarə sonunu ilk dəfə biz neçənci əsrdə keçmişdik? 18-ci əsrdə, Bəli, 18-ci 1723. əsrdə. Bəli. Birinci Gördüm. Pyotr gələndə bunu yaratmışdı. Komendant idarə sonu isə 19-cu əsrdə nə edirik? Görürük. Aha, gəlin bir-birinin yanlarından yazaq. Şəms müəllimə. Dərbənd əyaləti nə vaxt yaranmışdı? Dərbənd əyaləti. Bəli, şəklin üzərində görürük. 1800. Bildim müəllim, üzr istəyirəm. 1806-da. Bəli. Bəs Quba? Quba 1810. Bakı? 1806. Şirvan? Yəni Şamaxı 1820. Bəs Şəki? 1819. İlüsu Sultanlığı qalır. Bundan işim yoxdur. Bəs Çar Balakən dairəsi? 1830. Borçalı, Qazax, Şəmşəddin? 1801, bəli. Bəli. Bəs Yelizavetpol? 1804. İrəvan? 1828. Naxçıvan? 1828. Bunu da buraya yazaq. Qarabağ? 1822. Vəssalam. Lənkəran? 1826. Bəli. Müəllimlər, gördüyünüz kimi hamısını yazdıq. Yəni bir yerdə komendant idarəsi yaradırsa, deməli həmin xanlıq avtomatik olaraq ləğv olunur. Burada hansı məsələyə baxaq? Burada o məsələyə baxaq ki, doğrudan da bizim xanlıqlarımız hamısı Şəms müəllimə nəyə çevrilibdir? Əyalətə. Bəli, xanlıq ləğv olunursa, əyalətə çevrilir. Və ya bir əyalət yaranırsa, deməli biz komendant idarəsi dövründəyik. Çünki komendant idarəsi dövründə bizim belə deyim, bölgələrimiz nədir? Əyalətimiz var. Ondan sonra dairəmiz var və distansiyamız var. Distansiyanın da digər adı nədir? Məntəqədir. Necə ki, onun sinonim adını Azərbaycanlı tərcümədə məntəqə veriblər və bir də sultanlığımız var. Bütün xanlıqlarımız əyalətə çevrilib. Bir dənə hansı xanlığımızdan başqa? Gəncə. Keçmiş Gəncə xanlığımızdan başqa. Bura dairəyə çevrilib. İki dənə də dairəmiz var. Hansı dairələrimiz var? Carbalakən, bir də Yelizavetpol. Carbalakən həmişə dairə olaraq qalacaq, amma Yelizavetpol isə gələcəkdə nə olacaq? Yazıya çevriləcək. Bu məsələni bildik. Aha. Əyalətləri görürük. Hal-hazırda gözümüzün qabağında görsənir. Dairələri yenə də işarələdik. Məntəqələri aydın məsələdir. Şəmşəddin məntəqəsi var. Qazax, Şəmşəddin, Borçalı. Bəli. Şəmşəddin məntəqəsi var, Qazax məntəqəsi var və eyni zamanda da Borçalı məntəqəsi var. Bir dənə adına dəyişməyən İlüsudur. İlüsu elə sultanlıqda, sultanlıq olaraq qalır. Bax, bu məsələ diqqətli olun. İnzibati quruluşunu qoruyub saxlamışdır. Bu məsələ aydındırmı? Vəssalam. Şəkildən çıxa bilərik. Şəkildən çıxsaq, yeni bir səhifə açaq və həmin səhifədə nə verək? Təbii ki, dövlətin başında, Rusiyanın başında kim dayanır? Çar və yaxud imperator. Bəli. Ümumiyyətlə Rusiyanın başında. Rusiyanın başında. Aha, imperator. Bəli, imperator Qafqazı idarə edir. Qafqazın baş hakiminin vasitəsilə. Bəli. Qafqazın baş hakimi vəzifəsi nə vaxta qədər mövcud olacaq Şəms müəllim? 1844-ə qədər. 1844-ə qədər. Bəli, çox adam elə bilir ki, komendant idarəsi olub 1840-da ləğv olunursa, Qafqazın baş hakimi ləğv olunur. Xeyr, Qafqazın baş hakimi Qafqazın başçılanışına qədər var. Bu məsələdə ehtiyatlı olaq. Qafqazın baş hakimi də təbii ki, imperator, çar, Rus millətidir, aydın məsələdir. Qafqazın baş hakimi Rusdur. Ondan aşağıda ayrı-ayrı əyalətlər, dairələr və distansiyaların nələri yerləşir? Komendantlar. Yəni Qafqazın baş hakimindən aşağıda kimdir? Komendant. Ondan aşağıda kimlərdir? Mahal naibləri və yaxud digər, bəli, digər yerlər, bəli. Daha sonra da komendantlar da idarə edir əyaləti, dairəni və distansiyanı. Bəli, bunlar Azərbaycan dilinin qaydasına desək həmcins üzvlərdir. Biri digərinə mane olmur, biri digərinin içində deyil.
İmperatorun milliyyəti təbii ki, Rus. Qafqazın baş hakiminin milliyyəti yenə də Rus, əsasən qeyri-Azərbaycanlı. Komendantların milliyyəti o da Rus. Rusiyadır. Bəli. Bəli. Bir dənə mahal naibləri kim ola bilərdi? Yerli Yer- bəylərdən, ağalardan. Bəli. Mahal naibləri yerli bəylərdən və ağalardan ibarət ola bilərdi. Bu məsələni bildik. Ondan sonra qayıtsaq bayaq ki məsələyə. Bunların hamısını mən silsəm, şəxs mənim. Biz bilirik ki, belə deyim də, istər Komendant idarəsi dövründə, istər digər dövrlərdə Azərbaycan həmişə ərazisinin biri aya baxıb, biri saya baxıb təəssüflər olsun ki, yəni bizim belə deyim, Komendant idarəsi dövründə ərazi bölgümüz var. Ərazi bölgüsünə görə belə deyim, var hərbi dairə rəisliyi, var müsəlman həyətləri rəisi, bəli. Hərbi dairə rəisliyinə hansı ərazilərimiz daxildir? Şirvan, Dərbənd, Quba, Bakı. Bunlar hərbi dairə rəisliyidir, düzdürmü? Mərkəzi hara olar? müsəlmanı soruşdunuz, onu dedim mən. Hə, ola bilər. Mən çaşdım, ola bilər. Hərbi dairə rəisliyi Hərbi budur. dairə rəisliyi də Bakı ilə Qubadır, mərkəzi Dərbənddir. Bəli, aha, məsələni bildik. Bəs müsəlman həyətləri rəisliyi? Aha, dedim bayaq. Qarabağ, Şəki, Şirvan, Lənkəran. Bəli. Qarabağ, yenə yazıram bura. 1, 2, Şirvan, 3, 4. Lənkəran. Bunların mərkəzi haradır? Şuşa. Bəli, bunların mərkəzi Şuşadır. Gəlin yerdə qalan məsələlərimizə baxaq. Yerdə qalan məsələlərimizdə, məsələn, Borçalıdır, Qazaxdır, Şəmşəddildir. Bunlar hara verilibdir? Gürcüstana verilib. Belə çıxır ki, Gəncə ərazidə o hissələr təxminən əvvəl Gürcüstana qatılmışdı bu hissələr. Götürüb veriblər ora, o da o əraziyə daxil ediblər. Konkret göstərməsələr. Bəs İrəvan və Ermənistanda nə yaradılmışdı? Erməni vilayəti. Erməni vilayəti, bəli. 1828-ci ildə, bəli. Bu məsələni də bildik. Aha, sonra orada başqa toxunacağımız məsələ nə ola bilər? Dediyimiz kimi, Qafqazın baş hakimi kim təyin eləyir? Çar təyin edir, bəli. Bəs komendantları kim təyin eləyir? O Qafqazın baş hakimi. Bəli. Bəs mahal naiblərini kim təyin eləyir? Komendantlar. Komendant. Yəni bir aşağı, bir yuxarıya nədir? Bəli. Sabit. Bəli. Belə. Komendantların hansı səlahiyyətləri var? Bütün mülki işlərə baxır, hərbi işlərə baxır, məhkəmələrə baxır, vergi toplanmasına baxır, ölüm hökmü Bəli. verə bilməzdi, amma öldürürdü. Amma çox Sonra- gözəl öldürürdü, bəli. Bəli. Əyalət dairə distansiyanı idarə eləyirdi. Bəli. Kənd xudaları hakimiyyətə vəzifəyə təyin Bəli, mahal naibləri və kənd xudaları, bəli. Bir də özbaşınalıqların zadın qarşısını alırdı. Bəli. Bir daha deyə hansı hökmü vermə hüququ yox idi? Ölüm hökmü vermək hüququ yox idi. Bəli. Mahal naibi və belə desək, mahal naibi və kənd xudalar hansı millətdən təyin olunurdu? Yerli bəylərdən, ağalardan Yerli təyin. bəylərdən. Hansı yerli bəylərdən? Elə hər yerli bəylərdən yoxsa necə? Komendantlar tərəfindən yerli bəylərdən təyin olunurdu. Rusiyaya sədaqətli şəxslərdən, düzdürmü? Bəli. Kimlər Rusiyaya Bəli. sədaqət andı içəcəkdisə, sədaqətli olacaqdısa, onlardan seçilirdi. Bəli. Hər bir şey dedik. Komendant idarəsi dövründə məhkəmələr, hansı məhkəmə növləri var? Bir müəllim var, şəriət məhkəmələri, bir də var Hı-hı. səhra məhkəmələri. Səhra Hı-hı. məhkəmələri hərbçilər üçün nəzərdə tutulub. Şəriət məhkəmələrində də evlənmə, boşanma söhbəti. Hı-hı. Deməli, bizim məhkəmələrimiz bunlardır. Şəriət məhkəmələri əvvəldən var və davam etməkdədir. Bəli. Düzdür. Ruslar çalışırdılar ki, şəriət məhkəmələrinin nüfuzunu aşağı salsınlar, amma tam da bacarmamışdılar. Bu bir. Bundan başqa səhra məhkəmələri vardı, tamamilə düzgün qeyd elədiniz. Hərbi işlərə baxırdı, amma təəssüf olsun ki, burada hərbi işlərlə yanaşı bəzən hansı Mülki. işlərə də baxırdılar? Mülki. Cinayətlər. Bundan başqa hansı bölgəmiz varsa, məsələn, əgər bu dövrdə, bəhs olunan dövrdə əyalət, dairə, distansiya, ərazi formaları varsa, elə əyalət məhkəmələri də var, dairə məhkəmələri də var, distansiya məhkəmələri də var. Məsələn, bu dəqiqə biz demirik ki, Nərimanov şəhər məhkəməsi, deyirik Nərimanov rayon məhkəməsi. Biz bu dəqiqə demirik ki, Bakı rayon məhkəməsi, deyirik Bakı şəhər məhkəməsi. Yəni hansı inzibati rayona bölünürsə, ona da uyğun olaraq məhkəmə forması olur. Təbii ki, məhkəmələr hansı dildə aparılır? Rus dilində.
Rus dilində aparıldı və ona görə də Azərbaycan əhalisinin yazıçıların çoxu qaçır. Çünki rus dilini bilmirdilər. Əsasən ona görə də onlar hansı məhkəməyə müraciət edirdilər? Şəriət məhkəməsinə Şəriət müraciət məhkəməsi. edirdilər. İstər səhra məhkəmələrinə, istər əyalət dairə distansiya məhkəmələrinə adətən komendantlar başçılıq edirdilər, adətən. Amma şəriət məhkəmələrində isə komendantlar yox, birbaşa bizimkilər nə edirdilər? Başçılıq edirdilər. Yəni mollalar və digərləri başçılıq edirdilər. Azərbaycanlıların vəziyyətinə gələndə aydın məsələdir. Azərbaycanlılar demək olar ki, sındırılıblar, demək olar ki, əziliblər. Yalnız belə deyim, çox belə deyim də cüzi bizə işlər veriblər. Şəms müəllim, ərazi bölgüsü baxımından getmişkən, ona görə gəlin elə ərazi bölgüsü baxımından gedək. O Qafqazın baş hakimi falan, o İnzibati Məhkəmə İdarə Üsulları falan da o hissədə Bəli. bitirək İnzibati bölgünü. Ondan sonra davam eləyərik. Tamam, Onsuz mən bu buyurun. dərsi bir dəfə keçmişəm. O dərsin yenə videosunu atarım. Əgər yadınızdadsa bilmirəm. Oktyabrın əvvəli idi, nə vaxt isə mən bu dərsi bir daha keçmişdim orada. Orada hətta belə deyim, sxemlə yavaş-yavaş apara-apara da qeydləmişəm. Onu mən sizə göstərəcəm. Gəlin davam edək nə ilə. Zaman keçir, gün keçir. Rusiya başa düşür ki, komendant idarə üsulu yaxşı idarə üsulu deyil. Həm də Çünki üsyanlar baş verir, ona görə bəli, ləğv üsyanlar baş verir. Biz birazdan o üsyanlar haqqında danışarıq, məlumat verərik. Sadəcə istəyirəm inzibati bölgü məsələsini yekunlaşdıraq ondan sonra. Neçənci ildə komendant idarə üsulu ləğv olunur? 1840-cı ildə komendant idarə üsulu ləğv olundu. Bəli. Aha. Aha. 1840-cı ildə komendant idarə üsulu ləğv olunur Bəli, və Cənubi Qafqaz inzibati məhkəmə cəhəti. idarə üsulu yaranır. Bəli. Hansı qanuna görə bu baş verir? Şahsman. Hansı qanuna görə? Neçənci il 20-ci qanuna görə baş verir bu? Qanunun şeydə adı nədir? e, 40-10 şey, 40-10 aprel qanunu. bəli, Düzdürmü? bəli, inzibati, bəli də, Bəli, bəli, bəli. İnzibati məhkəmə 1840-10 bəli, aprel qanununa görə bəli, 41-ci ilin yanvarın 1-dən isə qüvvəyə bəli, minir. Bu bəli, məsələni bəli, bildik. Aha. bəli. Və gördüyümüz kimi, şəkildən də gördüyümüz kimi, e, Cənubi Qafqaz iki yerə bölünür. Bəli, Şəkildən görürük. Xəzər Hansı yerlərə bölünür? vilayətinə, Və bir də Gürcü İmeretiya quberniyasına, Xəzər vilayətinə və Gürcü Millət quberniyasına bölünür. Bəli. bəli, Və erməni Xəzər vilayəti vilayətinə ləğv daxil olundu. olan ərazilərdə bilirik. Dərbənd, Şəki. Mən bir-bir yazım. Burada 7 dənə ərazi olmalıdır. Yazaq. Deməli deyim də 1, Quba, bəli. Şamaxı, Şəki, Bakı, sonra haraydı? Dərbənd, Qarabağ, bir də Lənkəran. Düz dedim? Bəli. 7 dənə ərazi tamamilə doğrudur. Yerdə qalan ərazilərimiz hara getdi? O getdi artıq Gürcü İmeretiya quberniyasına. Bəli. Deməli Yəni yenə də İrəvandır. ərazimizin bir hissəsi aya, bir hissəsi çaya baxdı. Bəli, Bu İrəvan, belə. Naxçıvan, Carbalakən, bir də Yelizavetpol. Bəli. Burada bir neçə nüansa baxaq. Burada o nüanslara baxaq ki, bax burada buranın bölgələrinə gəlin. Baxaq buraların bölgələrinə. Burada biz yeni bölgələr görəcəyik. Məsələn, qəza sistemi görəcəyik. Düzdürmü? Bəli. Amma komendant dövründə buna hansı uyğun gəlirdi? Hansı ad uyğun gəlirdi? Əyalətlər. Düzdür? Əyalət. Aha. Sonra dairə sistemi görəcəyik, amma dairə sistemi əvvəldən var idi. Bundan başqa biz burada nahiyə sistemində görəcəyik. Bəli. Nahiyə sistemini. Bu xəritədə sözün düzü nahiyə mənim gözümə dəymədi. Amma bir məsələdə ehtiyatlı olmaq lazım. Deməli biz nahiyə sistemini ilk dəfə neçənci ildə gördük? 1840-da. 40-da. Amma ruslar tərəfindən bunu ilk dəfə görürük ya, ehtiyatlı olun. Azərbaycanda nahiyə sistemini əslində Osmanlılar gətirmişdi. Bəli, 1724-də. Bəli, 1724-35 aralığında Bəli, məsələn onlar ərazilər Azərbaycanı bölmüşdülər. Bəli vilayətlərə, bəli bəylərə, nahiyələrə ehtiyatlı olun. Ancaqlıqlar. Yəni nahiyə adlı inzibati bölgə əvvəldən var, sadəcə bunlar. Aha, biz bura baxanda elə bir ciddi bir şey görmürük. Keçmiş dövrdə olan əyalətlərimiz hamısı avtomatik olaraq nəyə çevrilibdir? Qəzaya çevrilib. Hətta keçən dəfə digər xanlıqlarımızdan fərqləndirilən Yelizavetpol dairəsi, o ki dairə idi, əyalət olmamışdı. İndi Yelizavetpol da digər xanlıqlarımız kimi nələrə çevrilibdir? Qəza. Bir dənə həmişə dairə statusunu qoruyub saxlayan ərazimiz har olacaq? Carbalakən. Bəli, bir dənə Carbalakən olacaq ki, həmişə Orada dairə adı qalacaq. müəllim Zaqatala olacaq da sonra, elə Onda deyil. bəli 1860-dan sonra adı Zaqatala olacaq. Yaxşımı? Bax bu bir məsələ, bu bir fərq. Digər bir tərəfdən fərqlərə gələndə, başqa toxunacağımız fərqlərə gələndə, erməni vilayəti ləğv olundu və yerində hansı qəzalar meydana gəldi? Naxçıvan, İrəvan.
Naxçıvan İrəvan qəzası meydana gəldi və bunlar da getdi Gürcü İmmunitet Quberniyyasının tərkibinə. Bax, bu da belə desək əsaslı fərqlərdən biridir. Xəzər vilayətinin mərkəzi təbii ki, haraydı? Ha? Şamaxı. E? Aha. Gürcü İmmunitet Quberniyyasının mərkəzi təbii ki, haraydı? Tiflis. Aydın. Bu məsələdən biri. Sonra gələk hansı məsələyə? Vəzifə baxımından yenə də Rusiya dövlətinin başında dayanır Çar. Bəli. Çardan sonra ikinci adam kimdir? E, kimdir? Hı -hı. Qafqazın baş hakimi. Qafqazın baş hakimi. Qafqazın baş hakimindən aşağıda iki dənə şəxs kimdir? Gubernatorlar. Bir, Bəli. Gürcü Millət Quberniyyasının rəhbəri qubernator, bir də Xəzər vilayətinin rəisi, düzdürmü? Bir Bəli. qubernator, bir də rəis. Onlardan da aşağı aydın məsələ bilirik. Kimlərdir? Nahiyələr falan və s. və ilə axır. Qəza belə deyim rəisləri və s. və ilə axır. Kommunal idarə üsulu dövründə bir yuxarıdakı, bir aşağıdakını təyin edirdi. O məntiqlə baxsaq, onda qubernatordan rəisi kim təyin etməli idi? Qafqazın baş hakimi. Amma biz bilirik ki, qubernatorla rəis də birbaşa kim təyin eləyir? Çar. Deməli, kommunal idarə üsulu dövründən fərqli olaraq inzibati məhkəmə idarə üsulu dövründə demək olar ki, bütün vəzifəli şəxsləri Çar seçir. Bax, bu məsələdə diqqətli olaq. Yaxşımı? Bax, burada da diqqətli olaq. Ondan sonra başqa burada hansı məsələ toxuna bilərik? Başqa hansı məsələyə toxunsaq daha yaxşı olar, diqqətimizdən qaçmasın. Erməni vilayətin falan dedik, nahiyə məsələsini dedik. Başqa nə demək olar burada fərq baxımından? Hə, biz bilirik ki, kommunal idarə üsulu dövründə aşağı vəzifə olan şəxslər Azərbaycana təyin olunur. Amma 1840-46-cı illərdə olan dövrdə isə, ümumiyyətlə 1840-dan sonra isə 7-dən 77-yə hamısı ruslaşdırılır. Hətta Adi Meşəbəy də deyəsən ruslardan təyin olunub. Şütəqədə Kaqda ilə danışır. Bax, bu məsələ diqqətli olaq. Yəni, kommunal idarə üsulu dövründə yenə Azərbaycanlılara aşağı səlahiyyətlər verilirdisə, amma inzibati məhkəmə, yəni 1840-dan sonra ümumiyyətlə bu vəzifələr də onların əlindən alındı. Sonra, məhkəmə prosesinə gələndə, təbii ki, bax, yeni adlar var, quberniya adı var, vilayət adı var, qəza adı var. Deməli, hansı məhkəmələr olacaq? Qəza məhkəməsi olacaq, vilayət məhkəməsi olacaq, quberniya məhkəməsi olacaq. Yəni, yeni tipli. Bir də, şəxsən, burada bir şeyə fikir verək. Gürcü Millət Quberniyası heç də Qafqazın ilk quberniyası deyil. Qafqazın bizə məlum olan ilk quberniyası hələ neçənci ildə yaranmışdı? 1801'de. Bəli, 1801-ci ildə Gürcü quberniyası başçıda kim olmuşdu? Knoring. Bizim o Qazağımız, Şəmkədimiz, Borçalımız ora gedəndə. Başqa burada hansı fərqlər demək olar? Müəllimlər, siz də bir nəzər getirin görək kommunal idarə üsulu dövründən bu dövrün fərqlərinə gözünüzdən qaçmasın hansısa bir şey. Başqa nə deyə bilərik fərq kimi? Məhkəmə prosesinə baxsaq, ümumiyyətlə, belə deyim, bayaq Şəms müəllimə qeyd elədi. Dedi ki, bu qərarın adı nədir? İnzibati məhkəmə. İnzibati sözünün mənası nə deməkdir? Yer dəyişkənliyi. Necə ki, yer dəyişkənliklərini görürük. Məhkəmə, deməli, məhkəməyə də özəl baxmaq lazımdır. Dediyim kimi, məhkəmədə yeni Mülki məhkəmələr yaranır. məhkəmələrə və hərbi məhkəmələrdə baxılması ləğv olunur. Bəli, bəli. Bu məhkəmə islahatda bir dəyişiklik oldu. Əgər səhra məhkəmələrinə əvvəl demir ha, səhra məhkəmələri ləğv olundu, ehtiyatlı olun. Sadəcə o deyir, bundan sonra mülki işlərə baxmaq Mülki işlərə qadağan hərbi olunur. bəli. Amma şəriət Bəli. qalırdı yerində. Amma şəriət qalır. Şəriət həmişə Bu qalacaq. oxşar cəhətdir. Şəriət həmişə qalacaq. Bəli, bu oxşar cəhətdir. Bundan başqa 40-cı il 10 aprel məhkəmə islahatına görə Rus dilində aparılırdı. Qəza məhkəməsi hakimlərdən və vergi verən təbəqələrdən seçilən iclaslardan ibarət idi. Bax belə. Başqa da elə bizdə bir şey yoxdur. Təbii ki, əhalinin adi tənəsi və digər məsələlər nəzərə alınmır. Bunu da bildik. Gəlin keçək Şəms müəllimə. Ən axırıncı hansı sistemə? İdarəçilik sisteminə. Şəkillər yanbayandır və biz bunu görürük. 1846-cı ildə, düzdür, təzə kitablarımız onu çıxardı. İndi mən birazdan o məsələyə xüsusi bir gələrəm. Var 1846 14 dekabr təzə 9-lar çıxardıb bunu. Var 1846 6 dekabr. 1846 bax bu şəkil
hal-hazırda üzərində müəyyən işarələr aparıram. Bu şəkil, yəni sağ tərəfdə olan şəkil hansı qərar əsasında yaradılıb? 1846 14 dekabr. Bəli. 14 dekabra görə məsələn Şamaxı quberniyası yaranıb da. Deməli 1846-cı il 6 dekabr reskripti Şamaxı quberniyasına aid ola bilməz. Çünki Şamaxı quberniyasının yaranmasına 8 gün var. Ona görə ehtiyatlı olaq. Elə bil bu Məsələn, sağdakı şəkildə müəllim 46-cı il 14 dekabrında bu yaranan Gürcü Meretiya quberniyası ilə Xəzər vilayəti var idi, 40-da yaranan. O Bəli. ləğv olunur da, düzdürmü? bəli. Bəli, əvəzinə də 4 dənə quberniya yaradılır da, 46-da Tiflis, Bəli. Kutaisi, Şamaxı, bir də Dərbənd. Bəli, Tiflis, Kutaisi verməyib. Ümumiyyətlə onlar bizim ərazilər deyil. Maraq üçün deyim ki, Kutaisi bizim heç bir ərazimiz düşməyib. Sonra Kutaisi Şamaxı, getdi, Dərbənd. Şamaxı və Dərbənd. Vəssalam. Sonra İrəvan zat da yaradılır, amma Bəli. Onlar zaman-zaman. Əsasən bu 4 dənəni deyirik. İndi burada 3-ü görsənir və Dərbəndlə də Şamaxı bölürlər öz ərazilərini. Məsələn, bayaq burada dedim 1, 2, o 1 ilə 2 gedir Dərbəndə. Bu Dərbənd quberniyası olur. Ha belə. Bu gedir bura. Yerdə qalan 1, 2, 3, 4 və 5. Bu 5 isə hamısı gəlir Şamaxı quberniyasına. Şəkildən görünür. Açıq aydın gəlir Şamaxı quberniyasına. Bax belə. Aha. İrəvan quberniyasına işim yoxdur. Lap olsun. Sonra 1849-cu ildə İrəvan quberniyası yandı. İrəvan quberniyası da əvvəl o ərazilər daxil idi Tiflis quberniyasına. İrəvan olsun, Naxçıvan olsun. Amma 1849-da Tiflisdən alınır. Biraz Şamaxıdan alınır. Gümrü falan Şamaxıdan alınır. Əslində Gümrü falan bura Şamaxıya aid idi. Əvvəl Şamaxının ərazisi çox geniş. Nəysə, o bizə düşməz. O incəlik düşməz. 49-da İrəvan quberniyası yaranır. Bəs Dərbənd nə vaxt ləğv olunur quberniya kimi? 60-da ləğv olunur. Bəli, 60-da ləğv olunur və avtomatik olaraq Quba hansı Bakı quberniya gəlir? Bakı, Bəli, Bakı. Bakı. Çünki 1859-da da Şamaxı quberniyası ləğv olunmuşdu və Bəli, mərkəzi zəlzələ Bakıya köçürülmüşdü. Bəli. Bax bugünkü o Targovu falan var ha. O şəhər mərkəzi dediyimiz. Onlar 1859-dan sonra yaranmağa başlayıb. Çünki Şamaxı mərkəz kimi öz rolunu itirir və onun yerinə Bakı şəhəri artıq mərkəz rolunu oynamağa başlayır. Daha çox çiçəklənməyə başlayır. Yəni Dərbənd ləğv olunub 1860-da, müəllimə çox gözəl qeyd elədi. Quba isə 60-da artıq Şamaxı quberniyasına düşə bilməz. Bakı quberniyasına düşür. Bir də biz müəllimlərin, şagirdlərin çatdığı məqam bilsinlər. Bəzən sual verəndə ki, indi burada görsəm, o xəritəni görsəm yaxşı olardı, təəssüf olsun ki, yoxdur. Bəzən deyəndə ki, Yezavetpol quberniyası, Yezavetpol qəzası durub Yezavetpol qəzasını götürmür. Götürür 1868. Sual versən ki, ay bala, niyə? Deyir 68-də yanıb. Xeyr, 68-də sadəcə olaraq Yezavetpol qəzası quberniyanın mərkəzi olduğuna görə biz ona Yezavetpol quberniyası deyirik. Türklər demiş, zaten bizim bütün qəzalarımız 1840-dır. Azərbaycanda bütün qəzalar 1840-dır və 1840-da yaradın 19-cu əsrin minimum birinci yarısı daxil saxlayın. Çünki AXC dövründə də qəzalar var. Yəni bu məsələdə ehtiyatlı olaq. Bəzən Yezavetpol qəzasının yaranmasını 1868 verirlər. Bizim mövcud kitablarımıza görə bütün qəzalar 1840-da yanıb. Biz belə görürük. Düzdür, köhnə kitablarda xatırlayırsınızsa, məndən yaxşı xatırlayarsınız, amma Cəbrayıl, Cavanşir qəzaları var idi, 1883, yəqin xatırlayarsınız. Amma indi kitablarımız bütün qəzalara 1840 deyirlər. Yəni, o demək deyil ki, 1859-da Şamaxı qəzası ləğv olundu. Xeyr, Şamaxı qəzası öz əhəmiyyətini itirdi, bax bu əhəmiyyətini itirdi və Bakı qəzası əhəmiyyətli rol oynamağa başladı. Ona görə də Bakı qəzası oldu quberniyanın mərkəzi. Məncə nə demək istədiyimi məndən yaxşı başa düşürsünüz. Bax belə, bu məsələdə diqqətli olun. Şansımı sizlə yekunlaşdırım inzibati baxımdan. Sadəcə bir neçə sual da verim, yekunlaşdıracağım. Belə bir sual verim. Dərbənd xanlığı nə vaxt yaranmışdı? Dərbənd xanlığı. Şeydə 47-də. Bəli, 47-48-də. Bəs Dərbənd əyaləti? 1806-da. Bəs Dərbənd qəzası? 1846-da. 40-da. Yox, 40-da. Bütün qəzalar 40. Bəs Dərbənd quberniyası? 46-da. 46. Belə deyim də, Yezavetpol xanlığı, bilə-bilə özüm səhv eləyirəm, təbii ki, Gəncə xanlığı 1747. 1747. Yezavetpol dairəsi?
Hə, dairəsi 1804. dairəsi Yezvetpol, 4-də, qəzası Yezvetpol qəzası, 40-da, bəli, dairəsi Yezvetpol 68. quberniyası 68. 68-də də Hə, quberniya çıxır. bildik, o mexaniki səhv. Vəssalam, əsas terminlərdə ehtiyatlı olaq. Nə vaxt qəza soruşur, nə vaxt dairə soruşur və s. belə. Və yaxud da Zəngül Məhəmməd dedi, Çar Balakən dairəsi 1860-dan sonra Zaqatala olacaq. Çünki əsas mərkəz rolunu Zaqatala oynayacaq. Bax belə. İnzibati bölgüləri dedik. Şəxsən mən təşəkkür edirəm. Sağ olun, var olun. Minnətdarıq. Sevinç Xəlilova, deyəsən çoxdandır söz vermirəm bu gözəl insana. Buyurun müəllim. Kəndlər neçə yerə bölünür? 2 yerə bölünürdü müəllim. Hı-hı. Dövlət kəndliləri, sahibkar kəndliləri. Sahibkar kəndləri, bir də dövlət kəndliləri. Bəli. Sahibkar kəndləri daha bədbəxt idi, yoxsa dövlət kəndləri daha bədbəxt idi? Sahibkar kəndlilər. Çünki onlar həm dövlətə, həm də sahibkara vergi verirdilər. Dövlət Tamamilə kəndliləri doğrudur. təkcə dövlətə. Tamamilə doğrudur. Ümumiyyətlə, bəy və ağalarla Rusiyanın münasibətlərinə baxsaq, təbii ki, bir məsələni vurğulayaq. Aydın məsələdir. Hər bir xanlığımız tutulanda həmin xanlığın torpaqları alınır. Kimlərin əlindən alınır? Bəy və ağaların əlindən alınır. Aydın məsələdir. Sonra Rusiya bizim torpaqlarımızı nə vaxt qaytardı? Bir hissəsini. 1830-cu ildə bir hissəsini qaytarır. Bəli. Sonra 30-cu ildə baş verən üsyanlardan sonra 1841-ci ildə mən bilən yerə qədər. Ümumiyyətlə, Tamam. bəli. Ümumiyyətlə, Rusiya əvvəl gələndə bizim bəy və ağaların torpaqlarını əlindən almışdı və yüngülvari idarəçilik vermişdi. Yüngülvari idarəçilik. Lap əvvəldən söhbət gedir. 1830-cu ildə 13 iyulda torpaqların bir hissəsini qaytardı. Onsuz da idarəçilik var idi. Amma siz demişkən, sonra gördük ki, bizim bəy və ağalarımız ona qarşı təşkil olunmuş Lənkəran, Quba, Şəki və digər üsyanlarda iştirak edir. Ona görə 1841-də bizim bəy və ağaların əlindən torpaqları aldı. 1840 10 aprel islahatı, bayaq şəbis mənimlə danışdıq. 1840 10 aprel islahatı 41-ci ildən qüvvəyə minib. 41-ci ildə Rusiya bizim bəy və ağalara iki tərəfli dağ vurdu ürəyinə. Həm torpaqlarını əlindən aldı, həm tamamilə vəzifədən çıxartdı. Bəs torpağın alınmasını nə vaxt dayandırdı? Fikirləşdi ki, səhv eləmişəm. 43-də. 42-də artıq dayandırmışdı. Hə, 42-də. Artıq dayandırır. Niyə dayandırır? Çünki müəllim, bəy və ağalar narazı idi. Kəndlilər də məncə bəy və ağaları dəstəkləyirdilər. Yəni iki tərəf bir-birinə birləşib çara qarşı, yəni ruslara qarşı çevrilə bilər. Bu da onu göstərir ki, 19-cu əsrin 30-cu illərlə yanaşı 40-cı illərində də Rusiyaya qarşı çıxışlar var. Bu məsələdə ehtiyatlı olaq. Bəli. Bunu bildik. Və 1842-ci ildə dayandırır, səhvə yol verdiyini anlayır. Neçənci ildə ali müsəlman silki ifadəsi yaranır? 43-də. 43-də. Neçənci ildə Qafqaz zanişini yaradılır? 44-də. Bəli, 1844-də yaradılır. Qafqaz zanişini 1844-də yaradılsa da, amma o Gürcü İmeretiya və Xəzər vilayəti 1846-ya qədər qalmışdı. Yəni, Qafqaz zanişini bayaqki o şəkildə göstərdim, bayaqki o şəkildə var idi o məsələ. Məsələn, bu bayaq Şəms Məmmədlə danışanda dedik ki, bu şəkil hansı dövrün şəklidir? 46-14 dekabr qərarının şəklidir. Yəni, Qafqaz zanişiliyi 1844-də yaransa da, amma Cənubi Qafqazda idarəçiliyi daha 2 il saxladı. Yalnız 46-cı il 14 dekabrında getdi. Deməli, Qafqaz zanişinin yaradıldı 1844-cü ildə. Və bu zaman 1-ci Nikolay Vorontsovdan xahiş etdi ki, nə yap, nə et, məni bəy və ağalarla neynə? Barışdır. Bəli, ona görə də 1846-cı ildə 6 dekabrda, yenə deyirəm, təzə kitabda artıq 6 dekabr olduğu yırtılıb, 6 dekabrda reskript qəbul olunur. Həmin reskripti nəyin altından yazmaq lazımdır? Sahibkar kəndlərin altından yazmaq lazımdır. Çünki bu reskriptdə bəy və ağalarla yanaşı, təbii ki, onların torpağında işləyən sahibkar kəndlər də var. İndi siz zəhmət olmasa 6 dekabr reskripti haqqında bizə məlumat verin. Yəni 6 dekabr reskriptinə görə canişin bəy və ağalara məxsus olan tiyul torpaqlarını özlərinə qaytarır və onu da elə deyir ki, güya ki, yəni Çar hökumətin onlara verdiyi bir
bəxşiş kimi deyimmi, hədiyyə kimi, daha demir ki, öz torpağını özünə Minnət qoyur da, deyə desəm, minnət. Bəli, qaytarır. bəli. Bax, belə bir hərəkət ida eləyir. Sonra burada deyir kəndlilər, rəiyyət idi, rəncbər idi, elatlar idi. Bunlar mülkədar tabelisi. Ha, müəllim, yoxsa səhv dedim? Bəli, 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 xeyr. Aha. Mülkədar tabelisi adlanır. Sonra deyək ki, bəylərə yoxsa 47-də idi polis və məhkəmə. İkisində də Yox, var da burada da müəllimə, var. niyə çırpırsınız? Burada da Eləmi? var. Sosial cəhətdir də 46-47. Bəli, Bəli, burada da var. kəndlilər üzərində polis və məhkəmə hüququ verir. Yəni bu Bəli. ki, bəy və ağalarla Çarın, yəni Rusiyanın ilk dəfə Bəli. yaxşı münasibətlərin yaratdığı bir rekskript. Rekskript də qanun qüvvəsində olan bir sənəd. Bəli. Ümumiyyətlə sərgiyə salın, deməli. Çoxun dediniz, sağ olun, var olun. 46-cı il 6 dekabr reskriptinə görə Rusiya deyir: ey Əhmədlər və Məmmədlər, yəni müraciət forması kimi, mən sizin mülklə yanaşı tiyul torpaqlarınıza qaytarıram və tiyulunuz irsən keçir. Ey Azərbaycanın bəyləri, xanları, ağaları, mən bu torpağı sizindir deyə sizə vermirəm. Bu uca imperatorun mərhəmətidir. Ey bəy və ağalar, mən bu torpaqları sizə ona görə verirəm ki, siz və sizin övladlarınız gələcəkdə mütləq şəkildə müharibə olarsa gələcəklər. Ey bəy və ağalar, siz bu torpaqları yalnız öz silkinizdən, yəni öz təbəqənizdən olan insanlara sata bilərsiniz. Ey bəy və ağalar, mən sizi yalnız torpaq hüququ baxımından öz İgorum və İvanımla yaxınlaşdırıram. İdarəçiliyi ağlınıza belə gətirməyin. Çünki Rusiya bizimkilərə neynəməyəcək, idarəçilik verməyəcək. Bax, bu məsələlər kimə aiddir? Bəy və ağalara aid. İki maddəni isə sahibkar kəndləri haqqında demək olar. Bir maddəsi ziddiyyətlidir, ikinci mərhələsi var. Sahibkar kəndlər indiyənə qədər bölünürdülər rəiyyətə, rəncbərə, elata. İndi hamısı bir yerdə nə adlanacaq? Mülkədar tabelisi tamamilə doğrudur. Deyəcəyim digər cümləni sahibkar kəndlərinə də aid etmək olar, sahibkarlara da aid etmək olar. Necə? Belə ki, sahibkar kəndlilər üzərində bəy və ağalara polis, inzibati, məhkəmə hüququ verdilər. Və yaxud bəy və ağalara kəndlilər üzərində polis, inzibati və məhkəmə hüququ verdilər. Bax belə. Amma bu qərar bəy və ağalarla kəndlilər arasındakı münasibətləri tam tənzimləmədiyinə görə, o tuzdurmadığına görə, ona görə 1847-ci ildə Sevinç müəllimə kəndli əsasnamələri, əsasnamələri qəbul olunur. Bəli. Çünki bu həm belə deyim, ayrı-ayrı ərazilərə daxil, ayrı-ayrı ərazilərə aid edilməlidir. Hökməndə ərazi terminologiyasından keçirilən islahatların terminologiyasına fikir verək, yenə də diqqətimizdə saxlayaq ki, 47-ci ildə artıq Xəzər vilayəti falan yox idi. 47-ci il kəndli əsasnaməsi haqqında zəhmət olmasa məlumat verin. 47-ci il kəndli əsasnaməsi elə bil ki, 46-cı il bu rekskripti daha da dəqiqləşdirdi. Orada verilən dəqiqləşdirdi və deyir bu üç sahəni əhatə eləmişdi. Vergi idi, mükəlləfiyyət idi, bir də torpaq idi. Yəni torpaq məsələsinə görə deyir ki, 15 yaşından yuxarı bütün kişilərə 5 desiyatin. Burada bir desiyatın da 1,9 hektar ərazi. Bəli, 1,6 yazılıdır ki, örnək kitabda səhv eləmirəmsə, 1,1 elə bir ki, 1036, bir də 136, belə şey yazılır da. Yəni 5 desiyatın torpaq verilməli idi. Və bura deyir, nətər deyim, taxılçılıqla, bostançılıqla kimin nə başarırsa o işlə məşğul olmalıdır. Sonra deyir, vergi məsələsində, yəni kəndlilər dövlətə malcəhət adlı vergi verməlidir. Bu taxıl dənli bitkilərin 1/10, digər bostanlı tərəvəz bitkilərinin 1/3-ni təşkil edir. Və kəndlilər deyir, torpaqlarını əgər sahibkarın iş heyvanı, toxumu, yaxud da ki, alətləri ilə istifadə edirsə, malcəhət vergisi məhsulun 1/5-nə qədər artırdı. Yəni, belə bir götürürlər. Sonra kəndlilər öz sahibkarına çöpbaşı vergisi verirdi. Əsas vergilər malcəhət və bəhrə idi. Bəhrədəki məhsulla ödənilən vergi idi ki, verilirdi. Yox, bəhrə suya görə verilən vergi idi. Yəni, sudan istifadəyə görə. Yəni, sulardakı feodalın ağa və bəylərin torpaqlarında olduğuna görə, buna görə öz sahibkarlarına vergi ödəyirdilər. Sonra gəlir ikincisi mükəlləfiyyət məsələsi. Yəni, burada belədir ki, yəni hər bir kəndli ailəsi bir nəfər, il ərzində bir nəfər
öz sahibkarının torpağında yaxud da ki təsərrüfatında 18 gün işləməlidir. Bir də vardı orada iməccilik, əvrəz. Əvrəz də nə idi? Bəli. Yəni hər bir kəndli ailəsindən bir nəfər, yox, hər bir kəndli ilin 2 gününü sahibkarın torpağında yaxud təsərrüfatında işləməli idi, iməciliyə çıxmalı idi. Bəli. Onu da Bəli. deyir, sahibkarlar çox vaxt özlərinin belə lazım olan vaxtında məhsulun yığılmasında nə də o vaxta salırdılar. Kəndlilər deyir ki, öz məhsullarını belə toplamağa imkan tapırdılar. Bir də vardı Bəli. sahibkar və kəndlilərin verilən hüquqlar. Bunlar hansı idi deyir ki, yəni həmin hüquqlara görə kəndlilər bir yerdən başqa yerə köçmək. Bu nə idi? Yəni keçmək, getmək hüququna malik olduqları qeyd olunur. Bəli. Lakin 1853-cü ildə bu hüquq onların əlindən alınır. Yəni ki, onlar köçə bilməzdilər. Müəllimlər, burada maksimum dərəcədə ehtiyatlı olun. Bu dövlət Sahibkar kəndlərinə aid Bəli. deyil mi? Sahibkar kəndlərinə aid verilən xüsusiyyət o Köçə dövlət bilərdi. kəndlərinin bir yerdən başqa yerə köçməsi ləğv olunur. Ehtiyatlı olun. Yəni 47-ci ildə köçmə hüququ saxlanılır. Bu sahibkar kəndlərinə aid, amma bura qətiyyən keçməyin. Mən bilirəm ki, onu demək istəmirdi, sadəcə elə çıxdı cümlə. Ehtiyatlı olun. Sahibkarla dövləti bir-birinə qatmayın. Yaxşımı? Sən sorun. Oldu Aha. mənim. Və bu qərarla tam oturdu. Bəli, tamamilə doğrudur. Sən sorun, bəs otlaq əvəzinə hansı vergi alınırdı belə desək? Çöp başı. Çöp başı. Çöp başı bilmirəm, kitablarda, indiki kitablarda yazılır yoxsa yox, heç məndə var idi yoxsa yox. Çöp başı yalnız pulla alınır. Yəni məhsulla alınmır. Onun nə dərəcədə olub olmadığını bilmirəm. Aha, bu belə. Yeri gəlmişkən, gördüm siz Anar İsayevlə oxuyursunuz. Mən də bugün gedib özümə Anar İsayev almışam. Ondan oxuyum. Dedim ki, qoy mənim üçün də rahat olsun. Çünki belə deyim də, onun sistemi fərqlidir, soruşma yerləri falan. Ona görə də bugün də getdim, əziyyət çəkdim, özümü aldım bir dənəsən ki, sizin üçün elə rahatlısı olsun. Düzdür, yenə də o digər faktları, o verilməyən faktları, bəzi səhv faktlar da qalır. Təbii ki, iş olan yerdə səhv də olmadı. Onlara nəzarət edəcəm, amma gördüm ki, artıq mən də çətinlik çəkirəm dərslərin evə verilməsində, paragraflar falan. Ona görə də aldım. Onda mənim səhvlər olanda deyəsə biz də qeyd edirik. Mütləq şəkildə. Onsuz da nələr olursa deyirəm ki, bunu burada veribdir, bunu burada veribdir. Belə. Və yaxud sizdə nəsə bir olsa da, çünki neçə ildir mən artıq bu kitabla işləmirəm, nəsə bir qaranlıq məqam olsa mütləq mənə deyin. Sizə mən təşəkkür edirəm. Orada müəllimlərimizdən kim qalıb ki, bax bu son 2 dərsdə mən onlara söz verməmişəm. Onları da bir dinləyək. Kimlər var orada? Səs eləsinlər görək. Səs eləmirlər. Səs eləmirlər, bəlkə Lalə mənə davam eləyək. Olar Ceyhun müəllim. Lalə müəllimə, bu dövrdə köçürülənlərə gəlsək, ermənilərin adlarını çəkirik, rusların adlarını çəkirik və əsasən almanların adını çəkirik. Bəli. Ermənilərin köçürülməsi əslində bilirik, Cahanşah 1441, Katolikos, müəyyən qədər Pyotr 1724-cü il qərarı və s. və axır. 19-cu əsr baxımından baxsaq, əslində ermənilərin köçürülməsi 1-ci Rus-Qacar müharibəsində də dövründə davam edirdi. Bəli. Amma kütləvi köçürülmələr hansı müqavilələrə yol olubdu? Türkmənçay müqaviləsində 1828-ci ildən sonra kütləvi İrandan 40 min erməni, Ədirnə müqaviləsində isə 84 min erməni Osmanlıdan. İrandan 40 min, 84 min də Osmanlıdan. Tamamilə doğrudur. Ermənilərin köçürülməsi də 20-ci əsrin əvvəlləri daxil davam edibdir. Ehtiyatlı olun. Yəni 19-cu əsr boyu var və 20-ci əsrin əvvəllərində də yenə ermənilərin köçürülməsi var. Bu davam edəcək. Ruslar da var da mənim ermənilər. Bəli, Ruslar da var. Ora gələcəm. Ermənilərə verilən güzəştlər nələr idi, müəllimə? Deməli, ermənilərə ilk olaraq vergilər bir müddət 6 il müddətində alınmadı. Ermənilərə daha çox münbit torpaqlar, sonra yaylaq, qışlaq torpaqları, otlaq sahələri, yəni bu ərazilər, ən münbit torpaqlar, yaylaq, qışlaq, otlaq sahələri ermənilərə verilirdi. Və 6 il müddətində də onlar vergidən azad olunurdu. Bəli, daşınmaz əmlak üçün 5 il, daşınmaz əmlak üçün 1 il vaxt verir. Məqsəd yönlü şəkildə birinci bizim o elatları sındırdılar. Çünki elatlar orada gedirdilər. Rusların köçürülməsi isə amma tarixdə 2 dəfə nə vaxtdır? 1830-cu ildə köçürülür Ruslar ilk dəfə. 20 oktyabrda. Bəli, əslində əskərlərə təklif olunur burada ailə qurmağı
Sadəcə olaraq əsgərlər iqlim şəraiti ilə bağlı burada çətinlik çəkdiklərinə görə orada bidətçilərin köçürülməsi başlanılıb 1830-cu il 20 oktyabrda. Tamamilə doğrudur. Və onlarda bidətçi dinindən dönüş idi. Orada Bəli, dinindən dinindən dönüş dönüş. kimlərdir? Biz bilirik axı. Oruç tutmaq hamıda var. Və onlar Bəli. oruclarını su ilə yox, südlə açırdılar. O malako ifadəsi oradadır, süd, malakanlar. Və elə o vaxtdan Malakanlar. malakanlar elə 1830-dan bəri köçüb gəldilər bizim ərazimizə. Ermənilərin köçürülməsi də yenə 20-ci əsr daxil, rusların köçürülməsi 20-ci əsr daxil var. Daxil idi. Köhnə Bəli. kitablarda daha yaxşı yazılardı. 19-cu əsrin ikinci yarısında köçürülmələri var idi. Bu daha yaxşı yazılardı köhnə kitablarda. 20-ci əsrin əvvəlləri zaten var. 20-ci əsrin əvvəllərində ən çox Muğan qəzası, Bakı quberniyası Muğan qəzası və bir də rusların köçürülməsinə biz harda rast gəlirik? 1925-ci ildən sonra sənayeləşdirmə dövründə də yazılır ki, rus dilli əhalinin növbəti axını baş Əhalinin verdi. köçürülməsi. Yəni rusların köçürülməsi var. Tamam, əla. Laimə, bəs almanların köçürülməsi haqqında ilk qərar? 1817, bəli, 1817-18-ci ildə. Deməli Niyə ki, köçürüldü? əsas Məqsəd nə idi? Nə qazandıq? Nə itirdik? Aha, deməli almanların köçürülməsi əslində mənim orada 1-ci Napoleonun oraya yürüşü, işğalı o dövrdən sonra ruslar özləri köçürtdü. Yəni o məsələ ilə bağlı. Sadəcə almanların bura köçürülməkdə məqsəd o idi ki, kənd təsərrüfatında Azərbaycana məlum olmayan əkinçiliklə məşğul olmaqları, bir də ki, orada furqon tipli arabaların mövcud olması, yəni almanlarda var idi. Bir də deməli belə deyək də 2 mərtəbəli 6 zirzəmili olan evlərin tikilməsi biz Biz həmişə evləri almanlardan yerə yapışdırardıq. Almanlardan da öyrəndik o zirzəmili, bir neçə daşın üzərindəki evlər. Ümumiyyətlə Alman disiplini başqa bir şeydir. Adam həqiqətən Əslində Yezovetpol qəzasına köçürülür almanlar. Orada da Göygöl rayonunda Yelenendorf, bir də Ananfeld 2 dənə qəsəbəsi yaranır almanlar. danışdıqca adi bir də görsən adamın ağzından istər-istəməz səhvlər çıxır. Ehtiyatlı olun. Yezovetpol dairəsinə. Hələ Yezovetpol qəzası yox. Dairə. O, Bildim. bəli. O səhvlərdən mən də sizə dəstəkisində bəlkə də bir 50 yerdə eləyirəm, amma istərseniz bax o məsələdə diqqətli olun. Cəhənnəm, bir dənə yada düşmüşkən. Bu əkinçilik buyurun. mədəniyyəti deyəndə 2 tarlalı, 3 tarlalı əkin də nəzərdə tutulur da, elə deyil? Bəli. Belə, sonra başqa burada ermənilər ən çox hansı tərəfə köçürülmüşlər? Heç onlar barəsində İrəvan, danışmadıq. Naxçıvan, Qarabağ, bəli, Qarabağ zonasında Bəli. İrəvan, Naxçıvan, bir də Borçalı dairəsinə köçürülürdü. Köhnə kitablar yazardı ki, Naxçıvan əhalisi buna imkan vermədi, amma bunu təzə kitabdan çıxardıblar. Çox maraqlı xüsusiyyətdir. Bəs ruslar hansı əraziyə Ruslar köçürülürlər? köçürülürdü yenə də, deməli Qarabağa da köçürülürdü, Lənkərana da köçürülürdü, Qubaya da köçürülürdü. Şirvan, Lənkəran və Şirvan, Şirvan, Qarabağ. Lənkəran, bir də Qarabağ. Bəli, almanlar aydın məsələdir. Yezovetpol Almanlar da dairəsinə. Bəli. dairəsinə. Hansı alman knyazlıqlarından əhali köçürülmüşdü? Hə, orada adları Württemberg və Baden. Aha, Württemberg. Şərqli Sörə filmində deyir də səhv eləmirəmsə, Baden-Badenin mavi gecələri. Bəli, həmin o Baden-Badendir. Bəli, odur. Bəli. Bu izahlı 1 manat, 2 manat, izahsız 1 manat. Bəli, orada uşaq gətirir, deyir davay. İndi orada nə deyir onu demirəm amma. Arvadım silməyini də yada sal. Hə. Allah rəhmət eləsin. Nəsibə Zeynalova deyəsən orada gedir də. Yox, başqadır. Yoxsa o şeydədir, bizim Cəviş müəllim də deyir ki, o qızcağız ona taxır, Tanya, hə. O Tanyanın. Hə, gözəl filmlərimiz var valla. Belə, Baden-Baden həmin o Baden-Badendir. Belə, Lalə müəllim, başqa orada hansı məsələyə toxunaq? İndi yenə də birazdan kitabı da vərəqləyərəm. Rusiyanın müstəmləkəsi ilk aydın məsələdir. Bizdə hazır məhsula qoymayacaqlar, icazə verməyəcəklər. Lalə müəllim, bizdə 19-cu əsrin birinci yarısında vəziyyət necədir? İlk manufakturamız harda yaranıbdı? Nuxada yaradıldı, deməli Xərabat manufakturası. Xərabat. Bəs neçənci ildə Cənubi Qafqazda ipəkçilik və ticarəti yayan cəmiyyət? 1836-cı ildə orada Cənubi Qafqazda ipəkçilik və ticarəti, bir də kənd təsərrüfatını yayan cəmiyyət. Bəs neçənci ildə Nuxada ipəkçilik fabriki? 61 şəkildə təkrarlayacağıq. Bir də Tiflisdə Qafqaz ipəkçilik stansiyası var idi. Sadəcə ipəklə bağlı istəyirəm danışaq. İpək manufakturası, cəmiyyət, ipək fabriki, Avropada ən böyük fabrik və Tiflisdə ipəkçilik stansiyası. Bu məsələni bilirik. 1861-də Rus kapitalistləri açmışdı Şəkidəki ipəkçiliyi. Tamamilə doğrudur. Və eyni zamanda ipəkdə muzlu bir əməyi görürük. Yəni o demək deyil 19-cu əsrin birinci yarısında bizdə
bütün təsərrüfatlarda təkimli deyildik də, amma yəni məcburi kəndləmədən istifadə olunur deyə bir şey yoxdur. İcarə iltizamdır, aydın məsələdir. İltizam sistemi olan yerdə inkişafdan söhbət edə bilməz. Biri var, kimsə adam öz kiraya qaldığı evlə, özünün qaldığı evə təbii ki, eyni diqqəti verməz. İndi nə qədər təmizlik etməyə çalışsaq da, nə qədər belə deyim, qorumağa çalışsaq da, amma hər halda öz evimizə sanki o kiraya qaldığımız evdən Daha daha çox yaxşı gedir. belə deyim, münasibət göstəririk. Ona görə də gələcək Çar Rusiyası bunu hiss eləyib, həmin o əraziləri neft daxil olmaqla iltizam sistemlərini ləğv edib və həmin insanlara həmişəlik verəcək. Azərbaycan Hər iqtisadi verir. cəhətdən aqrar ölkədir. Biz həmişə aqrar ölkə olmuşuq. Biz həmişə dünyaya kənd təsərrüfatı məhsullarından çıxmışıq. Müəyyən vaxtlar aqrar sənaye olmuşuq, amma ən maksimumda Neft aqrar sənayesi. sənaye olmuşuq. Aqrar sənaye Bəli. o deməkdir, yəni Mən 75 1772-ci ildə, 78-ci ildən sonra daha çox aqrar sənaye ölkəsi olaraq tanınmışıq da məncə. Səhv aqrar sənaye eləmirəmsə. ölkəsini biz bir dənə köhnə Sənayeleşmədən. dövrlərdə sənayeləşmədə görürük. Aqrar sənaye. Bəli. Yerdə qalan demək olar ki, biz aqrar ölkə olaraq qalırıq. Aqrar ölkəsi. Bəli. Yəni biz həmişə belə deyim də bununla çıxmışıq bazarlara. Belə. Sonra sahibkar kəndləri, dövlət kəndləri bu haqda haqqında məlumat verdi. Torpaq mülkiyyət formalarına gələndə hansı torpaq mülkiyyət formaları var? Deməli, əvvəllərdə olduğu kimi yenə də Hı-hı. Bayaq dedik ki, Bəy və ağalara aid olan xas bir də tiyul torpaqları idi. Vəqf yenə də ruhanilərə aid idi. Deməli, iqta tiyul idi o sadəcə olaraq. Sonra Hı-hı. vəqfdən sonra da mülk torpaqları var idi. Bəli, Deməli, mülk və divan mülkü var idi. xalisə torpaqları var idi. Bəli. Mülk 07-dir. Bunu hamı ala bilər. Mülk xalisə isə bir növ Lamborghinidir. O hər Feodallara sahibkara məxsus. məxsus olmurdu. Bəli, Bəli. o çox Ancaq feodallar, köklü. iri mülkədarlara, Bəli, iri torpaq mülkədarlara sahiblərinə. belə deyim, bəxş olunan bir şeydir. Bu məsələni bildik. Başqa bizi vəhşi və mədəniyyətdən uzaq adlandırırlar, bunu bildik. Neçənci də Şeyxülislam və müfti vəzifələri yaradılır? Hə, onlar 1829-cu ildə Bəli. Şeyxülislam, bir də ki, müfti şiələrə, bir də sunnilərə aid oldu. Bəli, Alban Katolikosluğunun ləğvi nə vaxtı? 1836. 1836-cı ildə və bununla da artıq Albanların tamamilə Bəli, özəlləşməsi xristianlaşma. başladı. Bəli, Bəli. bəli. Ticarət islahatına gələndə 1821-ci ildə hansı qanun qəbul 1821, olunub? mən 1821-ci ildə bu gömrük rüsumları, xarici gömrük rüsumları 50%-ə endirilir. Bəli, yəni Bəli. xaricdən mallar gətirilir Azərbaycana, amma rus mallarını sıxışdırdığına görə 1831-ci ildə daxildə gömrük rüsumları ləğv olunur, amma xaricdəki gömrük rüsumları artırılır. Bəli. Buna yasaqlı ticarət tarifi deyir. Yasaqlı ticarət, bəli. Bəli, yasaqlı ticarət tarifi deyir. Bu məsələdə ehtiyatlı olun. Təzə 9 yəni artıq 2-ci ildir ki, dəyişilibdi. Ya, dilim öyrəşib təzə 9, təzə 9. Əslində 9 bu il yox, keçən il dəyişmişdi. Aha, və yenidən belə deyim, keyfiyyətsiz rus malları bazarı götürdü ağzına desək. Neçənci ildə bəs ləğv olundu rəhdar? 1836-cı ildə. Bəli, rəhbərdə köhnə kitablar Rəhbər yazardı. verir. Səhvlənirəmsə Osmanlılar idarəsi dövründə gətirilmişdi. Neçənci də vahid çəki ölçü yaradıldı? 1839, 42-ci ildə. Ya 42 idi, 39-43-cü illərdə. Bəli. 43. Bəli, bəli. Tamamilə. Lalə müəllimə təşəkkür edirəm. Təşəkkür Hə, edirəm. çox sağ olun. Başqa hansı müəllimimizə söz verək orada? Bax, sonra deməyin ki, müəllim, mən niyə danışdırmırsınız? Düzdür, onu ancaq mənim qrup yoldaşım. O mənim qrup yoldaşım Vüsalə xanım deyə bilər. Amma yenə hə, Nərmin səsi gəlir. Buyurun. Bir də başqa orada kiminsə səsi gəldi. Nərmin müəllimlə davam edəcəm o heç. Başqa kiminsə səsi gəldi. Mənim eybi yox mənim. Hə, o eybi yox kimdir deyən? Desin görüm. Pərvin müəllim. Pərvin müəllimə. Hə. Nərmin xanım, gəlin icazənizlə Pərvin müəlliməyə söz verək. Çünki Nərmin xanımı 2 dərs bundan qabaq danışdırmışdım, həm də nisbətdə daha çox söz vermişəm. Amma Pərvin müəllimə hər dəfə deyir ki, mən qıraqdan durub baxıram. Hamımızdan da yaxşı bilir, amma qıraqdan durub baxır. Axırda da gedib 53-54 yığacaq. Yox, ay müəllim. Hə, Mən 58 deyirəm ona, müəlliməyə. 58 mən də müəllimə. özdən mesaj yazacaq Zəngil müəllimə bizə mesaj yazacaq ki, möhkəm olun. Hə. Özünüzü nə bilim bitirməzdiniz, belə eləyərdiniz, elə eləyərdiniz. Belə. İnşallah. Pərvin müəllimə, müstəmləkəçilik əleyhinə üsyanlara baxanda aydın məsələdir.
Çar Rusiyasına qarşı üsyanlardan söhbət gedir, amma yenə də diqqətli olaq. Bu Çar Rusiyasına qarşı Azərbaycanda ilk üsyanlar deyil. Elə birinci, ikinci Rus-Qacar müharibəsi dövründə baş vermiş üsyanlarımızı da unutmayaq. Yəni hər şeyi əslində bilirik, amma bəzən elə xırda şeylərdə çaşırıq ki, adam deyir ki, ay da, bax bunu görmədim. Bax bayaq görürsünüz o 11-12 müəllim yığışmışdıq, ora Osmanlı dövlətini biz orada görmədik. Diqqət verməliyik. Fikrimizdən qaçsana görə bəzən o dolaşıq məqamlar olur. Bir daha qeyd İlk edir ki, bunlar üsyanları onda Ceyhun müəllimin 724, 27 bəli, o bəli, zaman bəli, bəli, o zaman hətta götürür. bəli, heç mən yəni yaxın bir məsafəyə qaçdım. Birinci Rus-Qacara qaçdım, Çar Rusiyasına qarşı, bəli. Aydın məsələdir. Pərvin Yəni müəllimə bizə məlumat verəcək ki, 30-cu illərdə müstəmləkəçi əleyhinə üsyanların səbəbləri. Buyurun əziz insan. Buyurun. E, Demək, üsyanların səbəbləri üç əsas Hı hı, səbəbi var. hı Siyasi, hı. sosial və iqtisadi səbəbləri var, Bəli, müəllim. bəli. Ən birinci üsyan 1830-da Carbələkəndə baş verdi. Hı hı. Yəni bu e, demək Car Balakənlilərin Rusiyaya borcu var idi. Yəni ilk bəhanə kimi bunu gətirdilər və onlar qaytarmadılar. 1830-cu ildə üsyan baş verdi. Üsyan məğlubiyyətlə nəticələndi. Üsyanın baş verməsinin səbəbi Çar hökumətinin Carbələkən bölgəsinə qoşun yeritməsi, bir də ki Carbələkən cəmaətliyinin insanların hüquqlarının əlindən alınması. Deməli biz belə başa düşdük ki, Carbələkən üsyanı Aha, müvəqqəti idarənin yaradılmasından sonra olubdu. Bax belə. bəli. Müvəqqəti idarə 1806-cı ildə hansı xanlığımızda yaranmışdı? Demək 1800 Qubada, Bəli, bəli. Şəkidə, Şəkidə. Şəkidə, Bəs Şəkidə, bəli. 1827-də harda yaradılmışdı? Tələsməyin. Təbrizdə. Təbrizdə, bəli, Təbrizdə. Bəs Bəli. 1830-da indicə harda yaradıldı? Carbələkəndə. Carbələkəndə yaradıldı, bəli. 9 Carbələkəndə. nəfərdən ibarət idarəçilik yaradıldı ki, o köhnə Aha, kitablarda qalmışdı, o heç. Və bəli. bəs niyə Rusiya, ümumiyyətlə Rusiya niyə Carbələkənə önəm verirdi? Ceyhun müəllim, mən onu belə bilirəm ki, Car Hı hı. Balakən camaatlığı, yəni soy kökü ətrafında bir yerə cəm olmuş bir camaatlığı idi. Ona görə də yəni onlar ən birinci onları ləğv etmək istəyirdilər ki, çünki onlara hücum eləyirdilər. Belə deyək də, ən çox yəni onlar bir yerdə mübarizə aparırdılar. Onları yəni belə deyək də, onlara qalib gəlmək çətin idi. Ona görə də ən birinci onlara qarşı üsyan yönəldirdilər. Və Özünüzü çətinliyə salmayın, ay Pərvin ən müəllimə. birinci də Car Balakən dağlı camaatı dağlarına üsyana görə deyil. qatıldılar. Dağlıq xalqlarına görə. Müridizm hərəkatı burada geniş yayılmışdı, bu bir. İkinci bir tərəfdən bura tutaq ki, Rusiya idi. Bura Şimali Qafqaz idi. Şimali Qafqaz. Burada Çar Balakənd. Yəni 1803-də belə. Rusiya birinci Çar Balakəni götürdü. Çünki Çar Balakəni götürsən, avtomatik olaraq Şimali Qafqazı nəyə salırsan? Mühasirəyə. Vəssalam. Vəssalam. 19-cu əsrin 30-cu illərində də Rusiya Çar Balakənə gəlməsinin səbəbi əslində dağlıq xalqların mübarizəsinə son qoymaq idi. Bəhanə isə 1803-cü ilə görə bağlanmış 64 dənə şərtlərinin yerinə yetirilməməsi idi. Digər bir tərəfdən Çar Balakəndə müridizm geniş yayılmışdı. Bəli. Bu zaman Çar Balakən əhalisinin köməyinə kimlər gəldilər? Demək, burada o üsyanı yatırtmaqdan ötürü tədbirlər gördülər və Bəli. burada əlavə qüvvələr gətirdilər. Əsasən demək, bu döyüşlərdə ağır toplardan istifadə eləyirdilər. Sonra Üsyanda yatırıldı. Sadəcə bir məsələ diqqətli olun. Şeyx Şabandan Həmzət bəy başçılıq eləyirdi. Bəli, Şeyx Şabandan Həmzət bəy. Amma təzə 9-lar yazırlar ki, sanki elə bir ki, Çar Balakən üsyanı baş verir, əvvəl Şeyx Şabandan Həmzət bəyin birbaşa başçılıq etdiyini yazırlar. İndi Şeyx Şaban Həmzət bəy köməyə gəlirlər. Yəni bunlar gəlməmişdən qabaq da üsyan baş vermişdi. Bəli, bəli. Bu məsələ diqqətli olaq. Bəli. Sonra da hökumət qüvvələri arasında ixtilaf yaradaraq buna son qoyurlar. Lənkəran üsyanı neçənci ildir? Lənkəran üsyanı demək 1826-cı ildə Lənkəran xanlığı ləğv olundu. 1830-da da Mir Həsən xanın başçılığı altında Lənkəran üsyanı baş verdi. Bəli, 31-ci ildə bəli üsyan baş verdi və
üsyan da təbii ki yatırıldı. Burada Lənkəran xanım, Mirəsən xan biraz ləngiyir. O məsələ də çıxarılıb. Ümumiyyətlə təzə 9-cu sinif kitablarımızda artıq üsyanlar həddindən artıq çox qısaldılıb. Yaxşı da qısaldılıb. Mənasız şeylər Ya- çox idi. Və o Bəli, demək üsyan yatırıldıqdan sonra İrana qayıdır. tamamilə doğrudur. Tamamilə doğrudur. Quba üsyanı haqqında nə deyə bilərik qısa? Bu üsyan 1837-ci ildə baş verdi mənim. Hacı Məhəmmədin başçılığı altında digər üsyanlardan seçilirdi. Bu üsyanda hərbi şuranın olması, üsyan iştirakçılarının 12 min nəfərə çatması, sonra Bəli. demək burada üsyan yatırıldıqdan sonra başqa biz üsyanlarda oxumuruq, amma burada oxuyuruq ki, məsələn, üsyanın fəal iştirakçıları Sibirə sürgün olundu. Bütün Olsun. hərbi səhra məhkəməsinin qərarı ilə verilirdi. Bəli, bəli, bəli. Üsyanın başlamasının səbəbi nə idi? Demək, burada komendantların qanunsuz vergiləri, sonra Aha. demək, burada məscidlərə, mədrəsələrə də ağır vergilərin tələb olunması, bax belə. Aha. Sərt nizam Bunlar sistemi. səbəbdir. Bunlar səbəbdir. Əsas bəhanə Varşavadakı müsəlman alayına Müsəlman at lazım. alayına o atlı dəstələrinin Bəli, toplanması. bəli. Bəli, O bəli, bəli. dağlar, Bəli. dağ yerlərində də at saxlamaq çətindir. Ona görə cəmaət narazılıq edir ki, bəs atın yığılması dayandırılsın, komendantın və onun əlatlarının vəzifədən çıxarılması. Sizcə Bəli. Pərvin müəllimə, Varşava nə vaxt Rusiyanın əlinə keçmişdi? Sizcə? Rusiya nə vaxt Polşanın bir hissəsinə Varşava daxil tabe olmuşdu? Düzdür, Varşava daxil sözü daha çıxarılıb kitablardan. Andırısı değildi. Andırısı Viyana oldu. Konqresində 1814-15-də bəli, Rusiya Polşanın bir hissəsinə çatır, Varşava da daxil. Belə, bu qədər də önəmli bir şey deyil, narahat olmayın. Aha, belə, Şəki üsyanı haqqında məlumat alaq. 1838-ci ildə baş verdi müəllim. Məşədi Hı hı. Məhəmmədin başçılığı ilə baş verdi. Demək, üsyanın səbəbləri əsasən kəndli və sənətkarlardan hər il yığılan vergilərdir. Bir də məmur və belə deyək də ali zümrə ilə məmurlara qarşı olan belə deyək də ayrı seçkilik idi. Bəli, hətta maaflardan da falan vergi alırdılar. Belə, bu üsyanda Bəli. yatırıldı. Üsyanların Bəli, baş verməsinin siyasi səbəbləri içərisində komendant idarə üsulunu, çar məmurlarından öz başlanğını verə bilərik. Terminlərdə ehtiyatlı olun. İqtisadi səbəblər arasında vergi və mükəlləfiyyətlərin artırılması, sosial səbəblər arasında milli və dini zülm ola bilər, ruslaşdırma siyasəti ola bilər, sonra torpaqların Köçürülmə siyasəti. alınıb ermənilərə, ruslara, yaxşı münbit torpaqların alınıb verilməsi və digər səbəblər ola bilər. Bəli, məğlub Belə. olma səbəblərin amma hamısını eyni götürürük də, Bəli, düzdürmü? bəli, demək olar ki, hamısı eynidir. Hamısı eynidir. Yaxşı silahlanmamaları, lokal xarakter daşımaları və s. və ilaxır. Yəni başqa elə bir şey yoxdur. Pərvin müəllimə, bütün qəzalarımız nə vaxt yarandı demək olar ki? 40-cı il. 1840-cı ildə. Aha, 1840-cı ildə yarandı. Belə bir sual verin Komendant də. idarə üsulu ləğv olundu, sonra yarandı Bəli. da müəllim. Bəli. Bəzən bizi nələr çaşdırır? Adi bir dənə sual var. Belə bir sual verim sizə. Bakı qəzasının Şamaxı quberniyasının tərkibinə daxil olması neçənci ildir? 1859-cu ildə Bakı quberniyası yaradıldı. Yox, yox, bax suala diqqətlə qulaq asın. Bakı qəzasının Şamaxı quberniyasının tərkibinə qatılması. Yəqin quberniyanın 1846. Bəli, 1846 Şamaxı yarananda. Bax bu tipli sualda özünüzü çaşdırmayın, qətiyyən. Və yaxud sual düşür. Dərbənd əyalətinin, yox, Dərbənd əyalətini deməyək, belə bir şey deməkdə. Məsələn, belə bir sual düşə bilər. Naxçıvan qəzasının İrəvan quberniyasına qatılması. İrəvan quberniyasının yaranması 1849 belə götürün. Adətən demək olar ki, hamısı belədir. Bir neçə istisna var. Məsələn, Bakı quberniyası yaranıb 1859-da, Quba qəzasına daxil olub 1860-da. O da necə olur? Çünki axı Quba əvvəldən Dərbənd quberniyasına daxil idi. Ona görə belə bir proses baş verdi. Amma yerdə qalan bir də görsən sual düşür. Şamaxı belə deyim, qəzasının
Xəzər vilayətinə daxil olması. Özünüzü saçdırmayın, 1840-dır. O tipli şeylərdə qətiyyən özünüzü saçdırmayın. Belə, müəllimlər, gözümüzdən qaçan bir məqam qaldımı? Biz ona heç baxmadıq.